Salam, sizlə qəza eləyinə kursların məşqçisi Aqil Rəhimovdur. Heydər Əliyev prospektinin 2-ci dərəcəli yolundayıq. Mərkəzi yola keçmək istəyirik. Sol zolağı tutmayın. Sol zolağı tutanda mərkəzdən gələn maşınlarla toqquşma şansı artır. Sağ zolağı tutun, ən sağ zolağı tutun. Ondan sonra zolaq dəyişəndə mütləq güzgülərdən işləyin. Çünki oradan, soldan çox sürətlə maşınlar gəlirlər. Bir fikir verin, deməli, tələbə ilə biz zolağı dəyişirik və nə qədər ehtiyatla dəyişirik, güzgülərlə işləyirik bu dəqiqə. Tələbə edirəm ki, güzgülərə bax, maşın var, hələ ki götürmə, fikir verin, zolağı çox ehtiyatla dəyişirik və burada bir dənə də xata var. Buradakı xata ondan ibarətdir ki, biz mərkəzə gedirik, öz zolağımızdan gedirik. Sol zolaqdan Babəkə gedən maşınlar bizi kəskin kəsəcəklər. Burada şans çoxdur, kəsilmə şansı. İndi siz özünüz görəcəksiniz. Deməli, baxın, öz zolağımızdan gedirik, mərkəzə gedirik. Babəkə gedən soldakı avtomobil, baxın, heç nəyə fikir vermədən bizim yolumuzu kəsir və burada toqquşma şansı var. Deməli, bu küçədə əsas iki təhlükə budur. Mərkəzi yola keçəndə və şəhərə gedəndə, Babəkə gedənlər bizi kəsirlər, soldan sağa kəsirlər, qəza şəraiti yaradırlar. Diqqətinizə görə çox sağ olun.